Salam aleyküm. Xoş gəldiniz dostlar. Salam ərz edirəm. Hər kəs gəlirsə, bu videonu indi ya sonra görürsə, salam ərz edirəm. Çox sağ olun ki, gəlmisiniz. Umarım kitab oxumağa əlaqəz olar. Mən indidən əvvəldə deyim ki, sonra vəsətdə getməyin. Hər kəs getsin. Kitab oxuram 1 saat işin ortasında. Mən iş istəyəm əlan. Bir vaxtım var. Burada da hava çox istidir. Əlan ki saat burada bizim Kanada saatı ilə 11:30 2 dəqiqə keçir. Ya 4 dəqiqə keçir. Bəlkə mənim 2 saatımda saatım 2 dəqiqədə dalıdır. Amma hava 24 dərəcədir. Biraz bundan qabaq 25 dərəcə idi. Biraz indi yerimi azca dəyişdim. Ona görə dəyişmək 1 kilometr yarım dəyişdim. Yəni bəlkə ona görə dəyişdi. Əslində mən Kanadanın yap soyuq yerindəyəm üst-üstə. Amma bu qədər istidir. Yayda bura ola bilər 55 dərəcə sıfırın altına yenə soyuq ola və qışda üzr istəyirəm. Qışda 55 dərəcə soyuq ola, dondurucu ola, yəni dondurucu hava və yayda 50 dərəcə isti ola bilər. Yəni bəzən 90 dərəcə, 95 dərəcə yayı ilə qışının fərqi ola bilər. Amma gözəllikləri yerindədir. Yəni həm yayının, həm qışının. İlləti onları keçək. Kitabımızı oxuyaq. Fikirən bu günlər 19-cu cələsədə kitab oxuruq. Türkçülüyün əsaslarıdır adı. Ziya Kökü Alp hududən 100 il öncə yazıbdır və 27-ci səhifədir yox. Dünən 27-ci səhifənin 1-ci paragrafını oxuduq. Dünənki söhbətimizdə türk və turan sözünü danışdıq. Dedi ki, tur, yəni türk, turan əlifba ilə ki, orada əlif ilə nun ilə ki, cəm bağlanır, yəni turlar, yəni türklər. Və dedi ki, biz türklər yaxın zamanda Azərbaycan, Türkiyə, İranda olan türklər İran və Xarəzm birləşməliyik və birləşəcəyik. Çünki biz bir kökdənik, dilimiz və dilimizin kökü və bir də kültürümüz birdir. Bir uzun müddətli zaman içində, zaman dilimində Turan qurulacaq. Turanı bildiniz ki, niyə dedi? Dedi ki, mümkündür qırğızlar, üzbəklər, tatarlar, ərz edeyim xidmətinizə, indi mənim adımdan yadımdan çıxdı, mənim hafizəm biraz zəifdir. Əgər tapa bilsəm, kitabda indi səfədiyəm, amma bunlar hər halda o keşvərlərimiz, məmləkətlərimiz, yəni Yaqut, Qırğız, Üzbək, Qıpçaq, Tatar, bunlar dedi ki, uzun zamanda birləşmək gələcəkdir. Çünki ona canda, çünki Özbəklər, Tatarlar mümkündür. Türklərdən biraz, yəni Türkiyə türklərindən, Azərbaycan türklərindən, Xarəzm türklərindən, İran türklərindən uzaq olduqları üçün mümkündür ki, özlərinə türk deməyələr bir zaman dilimi içində və özlərinə kültürlərini də deyərlər ki, bizim kültürümüz ya fərhəngimiz də türk kültürü ya fərhəngi deyil, üzbəkdir, tatardır, qırğızdır, nə mənə beləsi bir şey deyirlər. Deyir, onda biz nə cürük? Onda onlar öz adlarından tanınacaqdır. O öz adlarından tanınanda onlara türk demək olmayacaqdır. Naçarışı deyək, bunlar türk birliyinin Turan altında bunları bir bağlayaq. İndi sözün davamına yetişirik. Deyir ki, türkçülərin uzaq ölküsü Turan adı altında birləşən Uğuzları, Tatarları, Qırğızları, Üzbəkləri, Yakutları dildə, ədəbiyyatda, kültürdə birləşdirməkdir. Pəs türkçülərin uzaq ölküsü, yəni uzaq arzuları, uzaq hədəfləri, amacları Turan adı altında, yəni üstdə Turan, amma onun altında dedim Avropayı müttəhid, müttəhid Avropa kimi, bir Avropa birliyi kimi görün, Amerika birliyi kimi görün.
O ya hətta İranın yanında Ərəb imaratları kimi görün. Ərəb imaratları hər imarət bir məmləkətdir, yəni. Məmalikin yerinə onlar imarət deyirlər. İmarətləri məsələn eyni bu cürdür. Yəni neçə dənə orada əmirlər vardı, ya əmirlər oturan yerlər vardı. Onlar yığışıblar və bir İmarat-ı Müttəhidi Ərəbi düzəldiblər. İndi türklər də eləyə bilərlər, uzaq bir zaman dilimində Turan adı altında birləşən kimləri, birləşən Oğuzları birləşdirməyə, yəni özlərində təmayül olar. Biz zorla deyil. Bu çox mühümdür. Faşizmi də dostlar zor var. Yəni zorla işğal edir torpaqları, iddiası var və onları özündən əskik bilir, aşağı bilir. Türkçülükdə və Turançılıqda yoxdur. İddia yoxdur onların üstünə. Onlar mənim toprağım deyil. Deyir, əgər üzbəklər türkdülər, qırğızlar türkdülər, tatarlar türkdülər, o birislər, qıpçaqlar filanlar desələr ki, biz türk deyilik, ya dilimiz türk deyil, kültürümüz türk deyil, biz onlara zor eləyib deyəmək, yox, siz türksüz, gərək türkdə qalasınız. Yox, elə onları öz adları ilə, onda deyəcəklər, biz qırğızıq deyək, qırğız, deyəcəklər, üzbəkik deyək, üzbək. Hər nə desələr onu. Amma əgər türklüğü desələr, türk qolundanıq, biz də bir cür türük, onda biz turanlıq altında bunlar gələ bilərlər, istəsələr. Görürsünüz, burada bir istək söz var. Yəni, özlərinin təmayülü ilə, farsca, ərəbcə deyir, davtələbanə. Davtələb olmaq farscası deyil, ərəbcədir. Deyir ki, əgər bir Turan adı altında birləşərlər, Oğuzlar, Tatarlar, Qırğızlar, Üzbəklər, Yaqutlar həman, nədə birləşərlər? Diqqət buyurun. Dildə, ədəbiyyatda, kültürdə birləşdirməkdir. Deyir ki, türkçülərin bəs, hətta Turancıların, burada türkçülər deyir, Turancı demir, mən də onun sözünü dəyişməyim. Türkçülərin bir ikinci uzaq amaçları budur ki, bu ölkələri, bu millətləri ki, hamısı türkdür. Amma təəssüflə düşmən bizi elə bölübdür ki, Azərbaycanlı Azəri, Rus Azərbaycanı, Türk, yəni Türkiyəli, Üzbəkli, Qəzzaqlı, yəni hərəmizə bir ad qoyubdur, bizə bu kimliyi veribdir. Bu kimliyin əsasında bizim qardaşlığımızı, dil birliyimizi, tarix birliyimizi, soy birliyimizi, qan birliyimizi unutturubdur və bizə hətta düşmən halinə gətiribdir. Bu qədər bizim düşmənimiz güclü hərəkət eləyibdir. Onun üçün türkçülərin arzuları budur ki, heç olmasa, əgər siyasi də birləşənməsək, yəni coğrafiya demişkən, coğrafiya siyasətin coğrafi şəklində də birləşə bilməsək, heç olmasa dildə, ədəbiyyatda, kültürdə birləşməkdir. Bu idealın bir gerçək halına keçməsi mümkünmü, yoxsa deyilmi? Deyir ki, bu arzının, bu qədər ixtilafla ki, düşmənlər bizim aramızda yaradıblar, cəli bizə hüviyyət veriblər, bu cəli kitablar yazıblar, bu cəli kitablarla bizi inandırıblar və biz bu kitabları oxutmuşuq, bunları özümüzə hüviyyət eləmişuq. İndi birdən-birə biz bunu necə ataq? Necə ataq deyək ki, 100 il bunlar deyiblər Azəri, mən indi deyəm Azəri deyiləm, mən Türkəm. İndi bu bizdə hələ yaxçıdır. Məsələn, Qırğızlarda görün, Üzbəklərdə görün ki, onlar dahi bizdən bəlkə dalıdılar bu cəhətdən, yəni yazıq olublar. Deyir ki, bu idealın, bu arzının, bu xəyalın bir gerçək halına geçməsi mümkünmü? Deyir, bu xiyalın gerçək vaqiiyyət tapması, həqiqət tapması, mövcud olması mümkünmü? Yəni, mümkündür ki, bir gün görək ki, belə bir birlik var, dildə, kültürdə, ədəbiyyatda, musiqidə, siyasətdə, iqtisadda, hətta orduda bir... Çünki ordu ən önəmlidir.
bir var ki, hər məmləkət özünə bir ordu düzəldə, onun hamı xərclərini qoya. Bir də var NATO kimi, hərənin özünün bir az ordusu ola, amma bu ordunun məsələn fərzən deyək ki, 8 dana, 10 dana Türk məmləkətin bir ordusu ola, lazım olanda hər yerdən gələ. Heç kəsə bu ordunun ağır xərci gəlməz. Və bilirsiniz, dünyada ən böyük xərclərdən biri ordudur, biri casusluqdur. Bu iki dana ən böyük xərcdir. Bəlkə bəzi məmləkətlərin büdcəsinin %20'sin, 30'un alır özünə. Və bu siz fikir eləməyin, az puldur. Yəni məsələn Amerikanın 900 milyard deyirlər şeyidir. 900 milyard Niru dəryasının ya Niru həvasının xərcidir. Diqqət buyurun. Yəni indi onun yanında o birisilər də var. Hesab eləyin, görün ki, nə qədər güclü bir sərmayə ehtiyac vardır. Yoxsa deyilmi? Deyir, yoxsa bu mümkünsüzdür. Yəni gərsək olmağı mümkünsüzdür, mümkün deyil. Yaxın ideallar üçün bugün aranırsa da uzaq ideallar üçün aranmaz. Deyir ki, çox belə bəlkə üzüntü ilə deyir. Deyir, yaxın ideallar üçün. Yəni dedik da bu Oğuz ellərinin birləşməsi üçün. Bugün yəni bu yol, bu səmt, bu cəhət, yəni birləşmək cəhəti aranırsa da, yəni bunu axtarırıq indi, bunu getməyə çalışırıq, aranırsa da uzaq ideallar üçün, yəni o Turan birliyi üçün aranmaz. Yəni hələlik ona çox ciddi bir məsələ yoxdur. Yəni 100 il bundan qabaq danışır. İndi şükür olsun. Həm Rusiyanın dağılması ilə, yəni İttihad Cəmahiri Şurəvi, Şuralar Birliyi ölkəsinin dağılması ilə, sosialisti Şuralar Birliyi ölkəsinin dağılması ilə, birliyinin dağılması ilə Türk məmləkətləri müstəqil olublar. Birazı yox. Məsələn, Yaxutlardır, falanlardır. Bunlar hələ Rusiyanın işğalı altındadır. Bununla belə ki, bir dəsi cumhuridir ha. Bunu deyək ki, onlar cumhuriyyətləri var, qanunları var, dilləri var, falanları var. Amma işğal altındadılar. Amma məsələn, Qırğızistandır, Üzbəkistandır, Türkmenistandır, Azərbaycandır, bir neçəsi, bunlar müstəqil olublar. Müstəqil olduqları üçün qonşu ölkələrin tərəfindən təhlükədədirlər. Diqqət buyurun. Azərbaycanı Ermənistan işğal edir. Türkmenistan, Yaqutistan falan, bunlar da görürsünüz, Çeçen, bunlar da görürsünüz ki, şeydədirlər, xətərdədirlər, təhlükədədirlər. İndi bu təhlükə bunlara deyir ki, bizim normal doğulmadan, yəni doğuşdan təbii, doğal müttəhidimiz kimdir? Türklərdir. Bəs niyə biz türklərlə birləşməyək? Bu sorğu gəlir. Azərbaycan Ermənistandan torpaqların azad eləməkdə Türkiyədən imkanlar aldı. Təbii ki, bir 20 ilə yaxın da bunlardan teknoloji imkanlar, təlimat imkanları, ordunun sistematik olmasını aldı, öyrəndi. Toprağın azad elədi. Bu, Türk dünyasına bir moral verdi. Yəni bir ruhiyyə verdi ki, tamam, biz Güney Azərbaycanlılar da belə özümüzə gəldik. Olan biz də bir gün belə ola bilərik. Bəs istemardan qurtarmaq imkanı var. Biz eləyə bilərik torpaqlarımızı qutaraq. Tamam, Türklərdə bu ayrıldı. İndi bu Allah uzun ömür versin Rəcəb Tayyib Erdoğan prezidentimizə. Bunun çalışmaları, bunun timinin çalışmaları əsasında Türklər yavaş-yavaş bir neçə sahədə yaxınlaşıblar. O cümlədən əlifbaların hamısını biri eləmək sahəsində. Türkiyə bu sahədə də çox xərclər qoyur. Danışqahlar düzəldirdi ki, onun xərclərin özü verir müstəqim və burs verir. Hər kəs hər yerdən eləyə bilib ki, orada dərs oxuya bilər. Sizlər də gəl mənim mesajımı eşidirsiniz. Türkiyənin Türkmenistanda, orada burada
international, beynəlmiləl danışqahlar düzəldib çox yuxarı səviyyədə, Amerika səviyyəsində, Avropa səviyyəsində danışqahlar düzəldibdir və onlara bursiyə verir. Əlaqəz olsa axtarıb, tapıb gedib onlarda dərs oxuya bilərsiniz, ya uşaqlarınızı, evlatlarınızı göndərə bilərsiniz. Gedib orada məsələn tibb oxuya, ola döktür, ola mühəndis, ola uzay uzmanı, uzay yəni fəza. Bunlar şeylərdir. O şeydir ki, mənə də bir zamanlar dedilər. Mən də dostlar, uşaqlarımıza, zadımıza dedim, amma görən o qədər olmadı. Mənim də sinnim biraz yaşım keçibdi, qəbul eləmirlər. Yoxsa mənə desələr gözüm üstə gedərəm. Hətta Türkiyəyə deyirəm. Mənə Türk məmləkətlərin birində bir bursiyə verərlər ki, biləm törəyimi çıxartmağa məcbur olub olmayacağam, dərs oxumağa məcbur olacağam, həttəmən gedərəm. Bu heç də şey deyil, gözəl bir şeydir. Tamam. İndi gəldik dedi ki, yaxın ideallar üçün bugün aranırsa da uzaq ideallar üçün aranmaz. Çünki uzaq ideal ruhlardakı həyəcanı sonsuz bir dərəcəyə yüksəltmək üçün ulaşılmaq istənilən çox çəkici bir xiyaldır. Deyir ki, niyə? Çünki uzaq ideallar ruhlardakı həyəcanı, bunların hamısı, həyəcan da ərəbcə sözdür. Fikir edirəm bunun, dünən gecə bunu oxurdum ki, türkcəsi həyəcanın nə mənə ola bilər? Coşqu. Fikrim coşqudur. Coşqu həyəcan sözünün yerinədir. Həyəcan ərəbcədir. Sonsuz bir dərəcə, sonsuz yəni binəhayət. Sonsuz, binəhayət bir dərəcəyə qədər, yəni bir əndazəyə qədər yüksəltmək üçün ulaşılmaq istənilən, ulaşılmaq, yetişmək, ulaşmanın üçün sözün qabaqcan izah eləmişəm, dostlar istəsə ola baxar, amma ulaşmaq, yəni yetişmək. Yadınızda olsa bizdə uşaqlıqlarda bir oyun oynardıq, 7 daş, həfsəh deyirlər farsça, 7 daş oynardıq, onda ulaşardıq, bir ulaşma vardı, pil dəstədə də belə var idi, ulaşardıq. O da yəni bir nöqtədən bir nöqtəyə uluya gedirdik. Ulamaq eyni halda həm yetişmək anlamındadır, həm də o səsi çıxartmaq anlamındadır. Ulaşmaq istənilən çox çəkici, yəni cəzzab bir xiyaldır. Deyir, o üstəki uzaq da çox gözəl bir xiyaldır. Yəni, nə deyərlər? Türk birliyi, dünya türklərinin birliyi, çox çəkici. Məsələn, Lenin bolşeviklik üçün yaxın ideal olaraq kollektivizmi uzaq ideal şəklində də komünizmin nə zaman uygulanacağını indidən kəsdirmək mümkün deyildir. Deyir ki, misal vurur. Deyir, məsələn, Lenin özü 2 dənə strateji götürdü. Deyir ki, Lenin bolşeviklik üçün, bolşeviklik, onların bir neçə partisi var idi. Biri aradan getdi, menşeviklik fikirəm aradan getdi. Bolşeviklik Leninin tərəfdarları idilər, qaldı. Bu menşeviklik də fikirəm ki, Stalin aradan apardı. Rəhbərlərin də Meksikdə qətlə yetirdi. Məsələn, Lenin bolşeviklik üçün yaxın ideal olaraq kollektivizmi, yaxın bir ideal, yaxın bir xiyal olaraq, yaxın bir arzu, hədəfi kutah müddət farsça. Heç birisi də ərəb, bunlar hamısı ərəbdir, hədəfi kutah müddət. Kutah bəlkə farsı olur, amma bunların qalanların hamısı ərəbcədir. Yəni, farsını ərəbdən, ərəb sözlərin farsdan çəksən, bir cümlə danışmaq imkanı yoxdur. Bolşeviklik üçün, bolşeviklərə, yəni, yaxın ideal olaraq, yaxın ideal da dedikdə, arzu, arman, təfəkkür, gözəl fikirlər olaraq kollektivizmi, kollektiv ya kollekt, kollekt yəni yığmaq, kollektiv yəni yığıncaq, toplum, toplum yox, toplam, kollektivizm yəni toplamcıl. İndi bu şeyə də gəlir, yəni məsələn toplumcu da, yəni ictimai, belə bir deyək. Deyir ki, kollektivizmi, çoxluğu,
uzaq ideal. Deyir, əvvəl bunu seçdik. Yaxın olaraq budur ki, biz kollektiv olaq. Yəni, cəm'i, beləsi deyək. Cəm'i bir hərəkət. Kollektiv dedim, latin dillərdən gəlibdir. Türk dilində də bir elmi kəlmə olanlar eyni anlamda işlənir. Uzaq ideal şəklində də uzaq arzu, bulan müddət. Uzaq arzularımız üçün də, yəni Lenin uzaq arzu üçün də nədir dedi? Komünizmin nə zaman uygulanacağını indidən kəstirmək mümkün deyildir. Dedi ki, komünizm nəhayət kollektivi dedi ki, nədir? Burada indi deyirlər ki, community. İngilis məmləkətdə communitizm deyirlər. Yəni, məhəlləliklər məsələn. Beləsi deyək. Yəni, bilmirəm ki, İranda bunun müadili nə qoymaq olar, amma məhəllə dahi yaxıcı olur. Deyir ki, çünki bu community bəzən fikir sahəsində olur. Yəni, məsələn, bir filmi sevənlər. Məsələn, bir marka mobilyı sevənlər bir communitydir. Məsələn, geçərli də olsa bir communitydir. Futbalı sevənlər, filan timin tərəfdarları bir communitydirlər. Hətta bəzən özlərinə bunlar neighborhood da deyə bilirlər. Yəni, fikir, yəni qonşu da deyə bilirlər. Hər halda, deyir ki, amma komünizm nə mənədir? Komünizmin təbəqələrinin aradan getməsi, dövlətin aradan getməsi. Ən başda dövlətin aradan getməsidir. Yəni, şey deyil, dövlətsiz bir sistem. Dövlət olmayacaqdır. Belə bir ideal, gözəl idealdır əslində. Bu ki, dövlət aradan gedə, insanlar azad yaşayırlar və dövlət bunların haqların, hüquqların əllərindən almaya və bunların zehnlərini yuyub, bunların zehnlərinə istədiyin soxmaya gözəl bir ideadır. Deyir, amma komünizmin nə zaman uygulanacağı, uygulanmaq yəni əməli olub icra olması, uygulamaq, icra olmaq. İndidən kəsdirmək mümkün deyil. Kəsdirmək indidən, yəni həmin bugünkü gündən onu kəsdirmək deyil, yəni qətən deyə bilməzsiniz ki, filan zaman olacaq. Kəsmək olmaz. Bir şeyi kəssək, yəni qutardı da, bitdi. Amma deyir, bunu kəsdirmək mümkün deyil, yəni deyə bilmirik ki, filan zamanda bu olacaqdır. Bu, Həzrəti Mühəmmədin cənnəti kimi nə zaman, harda görünəcəyi bəlinməyən bir şeydir. Deyir ki, Həzrəti Mühəmməddə də belə var. Yaxınlığı bir müsəlmançılıqdır, müsəlmanlıqların birliğidir. Amma cənnəti nə zaman olacaq? Nə zaman qiyamət olacaq? Ya, əslən olmayacaq. Orada adamlar diriləcək, dirilməyəcək. Nə zaman, harda görünəcəyi bilinməyən bir şeydir. Görünəcəyi, yəni o ki, biz onu vaqən deyək, həyat tapacaq o cür bir şey. Diriləcəklər, insanlar gələcəklər. Bu, bilinməyən bir şeydir. İşte, indi Turan idealı bunun kimidir. Turan idealı da bir Həzrəti Məhəmmədin kimidir. O, Leninin komünizmi kimindir. Yəni, uzaq bir xiyaldır. Bilmirik nə zaman icra olacaq. Amma o yaxın xiyal, yaxındır. Bilirik ki, icra ola bilər. 100 milyon türkün, diqqət buyurun, bunu ha zaman deyibdir, 100 il bundan qabaq. 100 milyon türkün 20-ci yüzilin əvvəllərində, yəni, dedim də 100 il bundan öncə, o parantez arasında, korişə arasında mütərcim yazıb ki, 20-ci yüzilin əvvəlində, keçən əsrin əvvəlində, indi biz 21-ci yüzilin 20-ci ilindəyik. Bu, o zaman 20-ci ilin əvvəlində, yəni 20-ci əsrin əvvəlində, 100 il bundan öncə. Bir millət halında birləşməsi, 100 milyon türkün bir millət halında birləşməsi türklər üçün ən güclü bir həyəcan qaynağıdır. Görün, o zaman Amerikanın, məsələn, nə bilim, 50 milyon, 60 milyon cəmiyyəti varmış. Bəlkə də az. Amma bir böyük gücmüş. Avropa daha belə, Rusiya daha belə. İndi görün ki, 100 milyon türk birləşsə, ciddən siz bunun bir, o zaman indi 350 milyon, 330 da 350 milyon deyilir. Əgər bunlar birləşsə, bu 300 milyon deməyək, deyək 200 milyon türk bu günləri birləşsə, görün nə böyük bir güc olar, iqtisadi güc, nə böyük bir azadlıq olar. Siz toprağından hər yerindən hər yerə gedirsiniz, gedin. Mən dünən nənəmə izah edirdim, Amerikanın
neçə dənə iyaləti var? 50 neçə dənədir? 52-dir ya 54-dür iyaləti var. Cəlibdir, bunların qanunları, bəzi qanunları birində var, o birisində yoxdur. Birində edam var, o birisində yoxdur. Edam elir, eləmir demirəm ha. Birində edam qanunu var, birində yoxdur. Çünki bu məmləkətin, millətin özünün istədiyi əsasına qanunu keçir. Hizbin vəzifəsi bu deyil ki, gedə bir ideallara da yapışmalıdır. Amma vəzifəsi bu deyil ki, deyək ki, millət düşünmür, mən onların əvəzindən düşünürəm. Yox, millət deyir ki, bu günləri məsələn filan şey olsun. Tamam. Məsələn, Rəcəb Tayyib Erdoğan bu kodetadan sonra bir sözü hey təkrar elədi. Hey onu müttəhəm edirlər İslamcılığa. Dedi ki, biri də edam istədi. Dedi ki, mən müxalifə edam deyirəm. Məclis təsvib eləsə mən imzalaram. Diqqət buyurun, yəni Rəcəb Tayyib Erdoğanı diktatora müttəhəm eləmək çox əcib bir şeydir. Adam deyir ki, kodeta eləyiblər əleyhinə, bir tədad adamlar tutulublar, zindandadılar. İran olsaydı bunların hamısını edam elərdi, ya bir Çin olsaydı edam elərdi, bəzi məmləkətlər edam elərdilər. Bu deyir ki, əgər məclis edam qanunun təsvib eləsə, yəni millət iradəsi, mən imzalaram. Çünki mən rəis cümhuram. Mən qərar deyil millətə deyəm ki, sən bu qanun gərək alasan boynuna və sən edam olasın. Yox, mən bunu deyə bilmərəm. Əlbəttə, Türkiyə türklərinin, yəni Osmanlı türklərinin bir tarixi bir gələnəkləri var bu haqda. Osmanlı dövrəsində də edam hökmü var idi, bilirsiniz, İslamda vardı. Amma güya eşitdiyim qədər. Bir yerdə fikrim oxumuşam, ona görə deyirəm güya, çünki indi zehnimdə dəqiq bəlli deyir ki, eşitmişəm ya oxumuşam. Deyirdi ki, Osmanlı dövrəsinin xüsusən son zamanlarında 17 nəfər edam olubdu. Məsələn, 200 ildə 17 nəfər. Ya 18 nəfər adam edam olubdu. Bu halda ki, İranda bəzi gün görürsünüz ki, hangi ərində 21-ci əsr düzdür. Hər halda deyir ki, 100 milyon türkün bir millət halında ayrı-ayrı olmayan, hərəsi Azərbaycanlı, o Türkiyəli, o Qəzzaq, o Qırqız, o Üzbək, o birisi, bu birisi, yox, o cür olmayan. Bir millət halında birləşməsi, müttəhid olması türklər üçün ən güclü bir həyəcan qaynağıdır. Tamam türklərə, mənim özümə də tazalıqda bunları düşünürəm. Yəni, bu kitabla düşünürəm əslində. Əslində, mən bir növ qorxu İran mənim canımda yaratmışdı. Türk kitab oxuyanmirdim, qorxurdum. Bəli, bu qorxuya, baxın, brainwash buradan da ha. Mən 50 yaşım var, 55 yaşım vardı. Bir dənə türkçe kitab oxumaqdan qorxuram. İngilis oxuya bilirəm, ərəbcə oxuya bilirəm, fransızca, məsələn, tərcümə səhətdir. Amma türkçülük fikri siz İranda görməzsiniz tərcümə ola. Türkçülük fikri tərcümə olmayıbdı İranda. Filan kəsin kitabları, gülməli kitabları tərcümə olubdu. Bilirsiniz kimi deyirəm. Amma siz bir dana şey tapamazsınız ki, fikri kitab türklərdən tərcümə olmuş olsun İranda. Onun üçün biz brainwash olmuşuq, bizim beynimiz yoğulubdur, biz ziddi türk olmuşuq, əmələn ziddi türküq. Əgər biz cəsarət eləmirik, türkçe kitab oxuyaq, həm də fəlsəfi, siyasi kitab oxuyaq, bir şeydən qorxuruq, İran bizi tutar ya, əslində özümüzün içində bir qorxu var, bu, yəni biz brainwash olmuşuq. Bunu mən sındırmağa çalışıram indi. Və bu məndə də həyəcan yaradır. Əgər türk dövlətləri birləşə, diqqət buyurun, Məcaristanın mərzindən, ya Bulqaristanın mərzindən minəcəksən Qətara, 10 gün bu məmləkətlərin içində gedəcəksən. 15.000 kilometr, 10.000 kilometr gedəcəksən Çinin mərzinə. Əgər Uyğurlar da bir zaman müstəqil olursa, Çinin geçəcəksən, divarın gedəcəksən ora. Və bu böyüklükdə torpaqlar sənindir. Hər yerində istərsən gedib yaşarsan. Hər nə cür istərsən yaşarsan. Hangi dində, hangi dil gedib burada yaşarsan. Azad. Yəni, əslən bu azadlığı siz torpaq azadlığını bir fərz eləyin. Fəqət torpaq azadlığını. Fəqət fikrin ki, siz turist kimi dolanasınız. Yəni, bu həyəcana bir diqqət eləyin. Görün, turist kimi istəyirsən gözəsən, fəqət bunları dolanasan. Olan ömür istir bunların fəqət şəhərlərin, böyük şəhərlərin dolanasan. Ömür istir. Bu qədər həyəcan qaynağıdır. Dedim, coşqu qaynağıdır.
Turan ölküsü olmasaydı, türkçülük bu qədər hızla yayılmayacaqdı. Deyir, ölkü bəlkə hədəf yerinə işlədir. Ha, mən bu ölkünü, icazə buyurun, gedim kitabın sonuna bir baxım, görüm ölkünü burada tərcümə elədiyində lüğətin nə mənada gətiribdir. Ölkü, fikrim ölkü yoxdur burada. Ultramenten var, yoxdur. Ölçü var. Amac edilən şey, ideal şey. Pəs düz demiş o. Qeydiruq 27-ci səhifəyə. Pəs ölçü yazıb dostumuz və mən də ölçü oxuram. Hər halda 27-ci səhifə, tamam, gəldik 28-ə. Pəs deyir ki, Turan ölçüsü olmasaydı, deyir bu Turan arzusu, idealı olmasaydı, hədəfi olmasaydı, nə olardı? Biz buna olmasaydı ədəbi dildədir, olmasaydı deyirik Azərbaycanda, türkçülük bu qədər hızla, yəni sürətlə, sürət ərəbcədir. Bilmirəm farsçası nə olur, zehnimə gəlmir. Amma hızla o ərəbcənin türkçəsidir. Sürətin türkçəsi hızla yayılmayacaqdır. Yəni yayılmayacaqdır, yəni müntəşir olmayacaqdır. Bu fikir insanların zehninə getməyəcəkdir. İndi bir çox yerlərdə, çox məmləkətlərdə o zamanda indi türkçülük yayılır. Azərbaycanda, xüsusən bu Ermənistandan şikəstindən sonra, torpaqlarımızın azadlığından sonra türkçülük əcibə Azərbaycanda yayıldı və hətta beləsi deyim, Kanadada biz bir rahpimalıq elədik onda. Cəlib idi. Kanada bu tarixində bu qədər rahpimalıq görməmişdi, bu böyüklükdə. Bununla belə ki, korona var idi. Və məcbur idik ki, şey olaq, amma tamam türk millətlərdən gəlmişdilər. Tamam türk millətlərdən. Hər kəsən də öz bayrağını gətirmişdi. Yəni türk bayraqlarını gətirmişdilər. Amma hamısı Azərbaycanın niyə sevinirlər Azərbaycan torpaqlarını almaqdan? Niyə gəlmişlər Kanada dövlətinin siyasətinə etiraz edirdilər? Çünki ən sonunda deyirlər, mən türkəm. Mən türkəm. Üzbəkəm amma türkəm. Qırğızam amma türkəm. Ola bilər toprağım uzaqdadır, amma toprağımdır. Və bunlar yapışırsan, yəni bir arzu çox inkişaf. Yəni bu Azərbaycanın piruz olmağı məncə türklərin keçən 200-300 ildə ən böyük piruzluqlarıdır. Zəfərlərin, piruzi farsdır. Onun türkçəsi başarı, müvəffəqiyyət, amma ərəbcəsi zəfər. Ən böyük zəfərimiz bizim keçən 300 ildə mən fikirəm oradır. Bəzilər deyərlər Atatürkdür, Atatürk eləyə bilir Osmanlının torpaqlarından birazını saxlaya və adı bugün Türkiyə adında tanınır. Amma mənim nəzərimə yox. Çünki o bir torpağı saxladı, doğru. Amma bu türklüğü diritdi. Siz fikrin Kanada olanlar, o türklər hərəsi öz ailələri ilə, dostları ilə danışanda nə qürurla türkçülükdən danışacaqlar. Və bunun xeyrindən danışacaqlar. İqtisadi, siyasi, fərhəngi, nizami, hər cəhətdən, yəni çox belə bir əcib bir şeydir. Turan ölküsü olmasaydı, türkçülük bu qədər hızla yayılmayacaqdı. Bununla bərabər kim bilir? Deyir, bununla bərabər, yəni bununla belə kim bilir? Bilmirik ki, yəni nə olacaq? Məsələn, bilmirdik ki, Türkiyə bir qüdrət iqtisadı olacaqdır. Türkiyə bir ordu silahlarında bir söz sahibi olacaq. İnşallah gələcəkdə da daha güclənəcək. Və Ermənistan Azərbaycanı işğal eləyəcək. 30 il sonra o Azərbaycan torpaqlarının işğaldan azad eləyəcək. Rusiya yıxılacaq və Rusiya yıxılandan sonra türk dövlətləri birləşəcək. Türk dili rəsmi dil olaraq Rus dilinin kölgəsindən çıxacaq. Bunlar
Və sonra bunlar gedəcəklər iqtisadi birliklərə tərəf, gümrük birliklərinə tərəf, gedəcəklər dil, əlifba birliyinə tərəf. Bunlar həyəcan. Yəni kim bilir ki, bunlar niyə olmasın, niyə olmasın? Bəlkə gələcəkdə, bəlkə ərəbcə bəlkə sözüdür, farscaya da keçib, türkçəyə də keçib, amma türkçədə bəlkə getmir, bəlkə keçir. Amma biz Təbrizdə, Azərbaycanda, Güney Azərbaycanda bəlkə işlədirik, yəni ərəb kimi işlədirik. Bəlkə gələcəkdə Turan idealının gerçəkləşməsi də mümkün olacaqdır. Deyir, bəlkə gələcəkdə, farsca ayəndə olur, gələcəkdə, yəni ayəndə, gələcəkdə da, üzümüzə gələn zamanlarda, gələcək görün, bizə nə qəşək? Əlbəttə farsda da elə, ayəndə, yəni gələn. Bizdə gələcək, yəni o şey ki, bizə tərəf gəlir. Əslində, biz gedirik qabağa, bilmirəm, zaman hərəkət edir, biz gedirik qabağa, ya hər halda bu zaman məsələsinə keçməyim, çünki mənim zehnimi çox qatan bir mövzudur. İllərdir bunun üstündə fikirləşirəm. Tamam. Deyir, gəlçəsməsi mümkün olacaqdır, bəlkə də mümkün olacaq inşallah. Məncə də mümkündür. Məncə də mümkündür. Hətta mən çox xoş xiyalam bu haqda. Yəni, xoş görürəm. Mən fikir edirəm, umaram, Rəcəb Tayyip Ərdoğan biraz güclü hərəkət elər. Düşmənlər bu kişini yıxmazlar. Türkiyə bu siyasəti davam edər. Və Türk birliyinə tərəf gedər. Umaram ki, Amerika Rəcəb Tayyip Ərdoğana biraz çox fişar gətirər. Yəni, Amerika Türkiyəni bir təhrim eləsə, umaram belə bir tərəfə keçsin. Bu Biden də biraz Erdoğan cənabları ilə müşkülü var. Umaram ki, biraz Türkiyəni sıxmağa başlayar. Bu sıxmağa başlasa, Türkiyə Türk dövlətlərinə tərəf çox çevrilər və bu bizim nəfimizə olar. Yəni, məcburiyyətdən də olsa üzün çevirər bu böyüklükdə millətə, 300 milyona. Və bu 300 milyonla alverə girirsə, Amerikadan üzün biraz kəssə, demirəm xamil kəssin, kəsməsin. Buna razı deyiləm. Hər halda bizim böyük mənfəətimiz var, Türklərin böyük mənfəəti var. Amerika ilə birlikdə, o NATO-da olmaqda, bunlarda çox bizə nemətlər də var. Yəni, bir şeylər veririk, bir şeylər də qarşısında alırıq. Amma umaram biraz fişar gəlsə, Rəcəb Tayyip Ərdoğan cənabları bu Türk birliyi fikrini daha ciddi tutsun. Hər halda, ölkü gələcəyin yaradıcısıdır. Ölkü, hədəf, amac, gələcəyi düşünmək, gələcəyin yaradıcısıdır. Deyir, indi düşünsəz yaradacaqsınız. Düşünməsən yaradanmazsan. Sən əgər bir işi düşünürsən, uşaqlıqdan uşağın zehninə bir şeyi, fikri salırsan, uşaq yekələndə o olar. Yox, uşağı heydanırsan, elirsən, bu uşaq o ola bilməz. Biz xiyal quracağıq. Bizim insan olduğumuz, heyvanla fərqimiz xiyal qurmaqdadır. Heyvanlar xiyal quranmırlar, uçalar. Heyvanlar xiyal quranmırlar, suyun içinə gedələr. Heyvanlar xiyal quranmırlar, ayrı kürələrə gedələr. İnsandır ki, xiyal qurur və xiyal qurandan sonra ona gedir. Diqqət buyurun, bəzi əsrlərdə insanlar bunu həmişə çalışıblar. Ərəblərin bir kitabı vardı, fikir edirəm, adı yadımda deyil, mən bir Ayətullahdan dərs alırdım, fəlsəfə dərsi. O mənə deyirdi ki, yəni bizə danışanda deyirdi ki, cəlibdir, bir zaman insanlar göyə getməyə çalışırdılar, uçmağa çalışırdılar. Onlara deyirdilər, məcanilul nəmnəmənə, bunun bir şeyi var. Dəlilər ki, kitab yazılıb o haqda. İslam dünyasında o dəlilər ki, uçmağa ya suya getməyə çalışıblar və ölüblər. Cəlibdir. Bunun haqqında kitab yazılıbdır, qədim zaman. Kitab yazılıbdır. İndi neçə yüz il bundan qabaq yazılıb, onu mən bilmirəm. Amma belə bir fikrə görə yazılıbdır. Amma insanlar xiyal qurulmuşlar. O xiyalın üstündə təyyaralar, bu günləri muşəşlər göyləyərək gedir. Biz onun üçün xiyal quracağıq. Əvvəl mən Turanı, Azərbaycanın istiqlalını düşünəcəyəm. Çünki bu birinci addımdır. Azərbaycan müstəqil olmasa, dostlar, eləyə bilməz Turançılıqdan danışsın. Turançılıq o zamandır ki, siz dövlətinizi qalarsınız, o birisi dövlətlərə qol verəsiniz, o birisi dövlətlərlə birlikdə bu fikri qabağa aparasınız və bu fikri əməli eləsiniz. Yoxsa mən özüm müstəmiriyəm, Turançılıqdan danışıram. Ola bilməz. Nəinki ola bilməz? O xiyalı qururuq, o şey almadır. Qızıl alma odur. Amma ən yaxın bizə
bizə ən yaxın arzu və amac bizlərə, Uyğurlara, Ərəqdakı yaşayan türkmenlərə, Suriyədə olan türklərə, Qəşqailərə, türkmenlərə ki, İrandadılar, o birisi türklərə ki, İrandadılar, bizə ən yaxın budur ki, özümüzün müqəddəratımızı, yaşamımızı, siyasi yaşamımızı xüsusilə öz əlimizə alaq, iradəmizdə olsun. Elə ki, iradəmizdə olur, təbii ki, ondan sonra, məsələn, Qəşqailər mənim nəzərimə Rus formulunu icra eləməkdə gərək çalışırlar. Rus formulu nədir? Rus formulu budur. Rusiya bir böyük torpaqdır. Bunun içində türklər var. Torpaqları var, böyük vətənləri var. Amma cəmiyyətləri azdır. Dedim, Yakutlar kimi. Bunlar özlərinin cumhuriləri var onun içində. Onun üçün cəmahir deyirdilər. Cumhurilər. Cəmahir cumhurun cəmidir. Və türklərin orada Qəşqailər niyə belə bir şey düşünməsinlər? Tamam, biz xudmuxtar bir cumhuri olaq. Tamam. Yəni, mən bundan müvafiqəm ki, Qəşqailər belə bir durum alırlar. Bəzi dostlarımız deyirlər ki, Azərbaycan, əgər Azərbaycandan danışsaq, İranda olan türkləri ötürürük. İranda olan türklər üçün biz müstəmirə qalmalıyıq ya azad olmalıyıq. Yəni, bir var ki, biz özümüzü azad eləyək, türklərə də köməklik eləyək, eni Türkiyə kimi. Türkiyə eləyə bildi özün 2-ci Dünya Savaşında qorusun, saxlasın. Sonra da dünya türklərinə bir fikirlər verdi ki, var, indi mən oxuyuram bunu. Bir də var ki, yox, biz deyək elə İran Farsının bayrağı altında, sistemi altında, dili altında qalaq, əzilək gedək. Və fikirlər İran bizimdir. Bu böyüklükdə fikri, yəni xəyanət fikri, onu bağışlamalı deyil. Bizim dostlarımızın bir çox bu fikir də var. Dün türklər üçün xiyali bir oku, ülkü olan milli dövlət bugün Türkiyədə bir gerçək halını almışdır. Dün, yəni dünən, Türkiyədə bu dün deyilir, dünən deyilmir. Dün, yəni dünən, geçmiş gün, Osmanlı dövründür yəni. Osmanlı dövründə deyir ki, bir iddia adamlar Türk dövləti qurmaq fikrini deyirlər. O zaman ki, Osmanlılıq yavaş-yavaş aradan gedirdi, deyirlər ki, Avropanın xəstəsi. Onda bir iddən az adamların zehnində bir Türk dövləti qura bilsək, bir arzu idi. İndi deyir, görürük ki, dün türklər üçün xiyali bir ölkü olan milli dövlət istəyən dünən o adamlar, türklər ki, bir arzuları var, o nə idi? Bir Türk milli dövləti qurulsun. Milli bir Türk dövləti qurulsun. Deyir, bugün Türkiyədə, Atatürk dövründən sonranı deyir, bir gerçək halını almışdır, bir olubdur, yəni vardır. Bugün var. Bugün ki, mən cənabınızla danışıram, bu kitaba qulaq açırsınız ehtimalən, bu günləri Azərbaycan Cumhuriyyəti var. Bugün Türkəmən var. Bu günləri Türkmənistan var. Bu günləri Qəzzaqistan var. Bu günləri var. 8 dana, 9 dana müstəqil, bayraqlı, ordulu dövlət, parlaman olan bir millət var. Fəqir ola bilərlər indilikdə, amma bunlar yavaş-yavaş Rusiyanın zor altından. Rusiya bunları 200 il, 300 il somurubdur. Bunları indi azad olublar, kasıbdılar. Rusiya güclüdür, bunlar kasıbdılar. Amma işləmək sayəsində gələcəklər, əllərinə gətirəcəklər. O halda türkçülüyün idealının böyüklüyü nöqtəsindən 3 dərəcəyə ayıra bilərik. Deyir ki, bəs bu halda ki, belə buracan gəldik, türkçülüyün idealının, arzularının, millət və vətən arzusu deyir, ha, diqqət buyurun. Böyüklüyünü, böyücü də ki, bilirik nədir? Böyüklüyü, yəni əzəməti, torpaqlarının böyüklüyü. Nöqtəsindən, yəni bu baxışdan baxanda ki, torpaqlar və millətlər baxışından baxanda 3 dərəcəyə ayıra biliriz. Yəni, 3 yerə ayıra bilirik. 3 səthə, 3 dərəcəyə ayıra bilirik. 1. Türkçilik, Azərbaycançılıq, bunu mütərcim yazıb, bu hissəni.
Türkçülük. Birinci dərəcəsi nədir? Türkçülükdür. Sadəcə türkçülük. Mən türkəm, türkçüyəm, türkçü oluram, buna da fikirləşir. İndi bu tərcümə eləyən, çevirən əlbəttə deyib Azərbaycançılıq hərçənd quzeydə uğurlar qazanmışdır. Bəli, aslı amacı bütöv Azərbaycançılıqdır. Deyir, türkçülüyün Azərbaycançılıq adı altında, diqqət buyurun, Azərbaycançılıq quzeydə dövlət də qazanmış olsa, quzey, şimal, uğur, yəni qazanc, müvəffəqiyyət qazanmışdır. Qazanmaq, yəni ələ gətirmək. Ələ gətirmişdir. Vəli, əsli amacı, əsli hədəfi nədir? Ölçüsü nədir? Hədəfin yerinə, amacın yerinə ölçü dedi pəs. Bütöv Azərbaycançılıqdır. Bütöv Azərbaycan. Şimal, cünub bir olsun. Buna Azərbaycan dövləti nə cür baxar bir məsələdir. Amma Azərbaycançılıqdır. İkinci dərəcəsi nədir? Uğuzlar və ya türkçəmənçilikdir. Nə demək? Uğuzlar dedikdə Xarəzm türkləri, Türkmən Səhra, İrandakı türklər, İran deyir bu əslində adına. İran, yəni İrandakı türklər, türkmənlər, Qəşqaylar, Azərbaycanlılar və o birisi türklər. Azərbaycan, Quzey Azərbaycan, Şimali Azərbaycan, Türkiyə. Bunlar Oğuz. Və ya türkçəmənçilik. Bizim əsli adımız türkçəməndir. Biz o türkçəmənlər ki, indi Türkmən Səhrada deyək, Cənubi Türkmənistanda yaşırlar, onlarla aynı insanlarıq. Aynı qandan, aynı dildənik. Amma bizlər farsların oyununa düşmüşük, şiələşmişik, onlar sünnidilər. Buradan bahis olubdur ki, bizi düşmən eləyiblər bir-birimizə. Necə ki, Türkiyə ilə də bu cür eləyiblər. Və biz bu oyuna gəlmişik. İndilikdə Qırğızlar, Türkmənlər, Qazaqlar, Üzbəklər müstəqilliklərini ələ gətirmişdilər. Tamam, bunu da yenə bu dostumuz yazır. Deyir ki, şükür olsun, yəni sevinmək yeridir ki, bu millətlərimiz indilikdə öz istiqlallarını Rusiyənin sömürgəsindən alıblar, gəliblər eşiyə. Üçüncü dərəcəsi nədir? Turançılıqdır. Pəs türkçülük, Oğuzçuluq ya türkçəmənçilik və üçüncü turançılıq. Türkçülük Azərbaycanda biz indi türkçülük eləyirik. Türkçəmənçilik bu 4 məmləkətin birinci mərhələdə yapışması və üçüncü mərhələdə turançılıq. Bugün diqqət buyurun, turançılıq deyəndə biz İran kimi demirik ki, Azərbaycan bizim toprağımızdır, Gürcüstan bizim toprağımızdır, Türkmenistan bizim toprağımızdır, Əfqanistan bizim toprağımızdır, Ərəblər bizim toprağımızdır. Biz onlara bir zaman imperator olmuşuq, indi də bizimdir, bizə gərək gələrlər. Yox, biz belə bir şey demirik. Biz deyirik ki, necə onlar indi bir dənə da işləri var, o da budur. Farsçılıq, fars olan yerlərdə kitab yayırlar, danışqaq düzəldirlər, bursiyə verirlər, malla yetişdirirlər onlara. Şiə mollası yetişdirlər, onlar sünnüdürlər, onları farsların bir çoxu, eyni biz Azərbaycanlılara tək, türklərə tək, bir çoxu sünnüdür. Farsların çox az hissəsi şiədir. Amma bunlar onları şiə eləmək üçün kitab yazırlar. Tacikistanda, Əfqanistanda, Pakistanda, Hindistanda, ərz edeyim xidmətsə, Kanadada danışqahın xərcini verir. Bir dənə danışqədə düzəldiblər, 2 dişlərdə dərs verirlər və bu 2 dişlərdə hər kəs getsə, foqırsan və döştürə oxusa, tamami xərcini İran verir. Cəlibdir ki, mən də hərdən həvəslənirəm, gedim burada döştürə oxuyayım, fars dili. Döştürə olum, sonra deyirəm olan fars dilinin nəyi var, mən gedəm onda döştürə olam. İlla ki, gedəm onun ziddinə işləyəm, onda da mənə döştürə verməzlər. Burs da verməzlər. Bugün gerçəklik sahasında yalnız türkçəyərcilik var. 100 il bundan qabaq danışır. Deyir ki, bugün, o gün ki bu kitabı yazılmış, gerçəklik sahəsində, yəni vaqiiyyətə baxanda, dünya üzündə baxanda ki, nə var, nə yoxdur, bu maşın var, o maşın var, amma burada təyyarə mən görmürəm, təyyarə də var əlbəttə, amma deyək ki,
Burada nə var? Bir dənə dövlət var, adı Türkiyədir. Yalnız Türkiyəcilik var. O zaman Türkiyəcilik var imiş. Əlbəttə, o zaman Məhəmməd Əmin Rəsulzadə var. Azərbaycancılıq var. O zaman şey var. Biraz sonra olur. Azərbaycanda da məsələn Cəmşid Subataylı aynı zamanda. Elə bu zamanlarda Cəmşid Subataylı var. Məhəmməd Əli Şah Rusiyyədə var. Qardaşları var. İrana 3 tərəfdən həmlə edirlər o zaman. Məmalik Məhrusi Qacara. Şikəst deyirlər hər halda. Bu da bir vaqiyyətdir. Amma varmış. Yəni mən deyirəm, yəni bu adamın məsələn Məhəmməd Əmin Rəsulzadəni görmürük. Məhəmməd Əmin Rəsulzadə kommunizm əsasında ya rus dili əsasında bir dövlət qurmur ki. Türkçülük əsasında, Azərbaycancılıq əsasında qurur. Əlbəttə ki, böyük səhvlərimiz olub tarixdə. Elə bunlar ki məcəllə çıxardırmışlar Bakıda. Nə mənə Azərbaycan nə mənə o məcəllə məsələn fars dilində yazılmış. Hər halda bunu keçək. Fəqət ruhların böyük bir özləyişlə aradığı qızıl alma gerçəklik sahəsində deyil. O qızıl alma ki, mən bayaq dedim, xəyal sahəsindədir. Deyir ki, mən qızıl alma ki, bayaq dedim, onu deyir. Deyir ki, fəqət, yəni təhcə bir müşkül var. Nədir? Dedi ki, mən şahın qızını sevirəm, %50'si düzdür, o birisi %50'dir, qız da razı olsa, tamam, evlənərim. İndi bu da onu deyir ki, fəqət, ruhların böyük bir özləyişlə, özləyiş yəni, burada, yəni, nigerançılıq, narahatlıq, hövüşnə, özləyişlə üzülərək, aradığı qızıl alma, aradığı yəni axtardığı, aradığı qızıl alma gerçəklik sahəsində deyil. Deyir, vaqiyyətdə deyil. Yəni, biz bu xiyalda axtarırıq. Xiyal sahəsindədir. Yəni, xiyalımızda bunu qururuq. Biz bilirik ki, Rusiyanın işğalındadır, İranın işğalındadır və fəqət Türkiyə var. İndi İranın işğalından bu türklər nə zaman azad olacaqları, özlərinə dövlət quralar, sonra gələrlər Turanlığa qoşulalar. Azərbaycan dövləti şükür olsun indi o zaman amma bəlli deyildi. Türkmənistan, Üzbəkistan, Tataristan, bunlar da gəlib ha zaman qoşulacaqlar. Dostlar, baxın, düzdür bəziləri, dünənləri bu da dedi ki, Tatarlar, Moğollar türk deyirlər. Amma nə olar ki, deyərlər biz türküq. Və istəyərək, sevə-sevə, rəy verələr, məsələn 51%. Rəy verək ki, biz istəyirik türk dünyasına qoşulaq. Məkər bizim mərəzimiz var deyə qoşulmayın. Yaxı. Güclü bir millət. Böyük bir torpaq. Bir böyük tarix. Avropada İngilislərlə Almanlar bir-birlərinə yola getməzlər. Fransəlilərlə İngilislər əslən savaş halində olardılar. Yəni yüzlər il savaşıblar. Amma sonunda bir ittihadiyyə qurdular. Özdə dedi mən Fransəliyəm, o dedi mən İngilisliyəm, bu dedi mən İspaniyalıyam, o dedi mən İtalyalıyam, bu dedi mən Hüləndiliyəm. Yəni hər kəsin hüviyyətini qoruyaq. Amma biri gələ deyə, Moğul gələ deyə ki, ağa mən Moğulam, tamam, Türk Moğulam. Hüviyyətini o cür tərif edir, bizə nə? Əslən bir dənə ərəb məmləkət gəlsin desin ki, ya farslar gəlsin desin, ağa biz istəyirik sizin birliyinizdə olaq. Tamam, bizim heç müşkülümüz olmuyor. Olmamalıdır. Çünki bizim mənfəətimizədir. Farslar ya ərəblər gəlirlər ki, biz də istəyirik bu birlikdə olaq. Biz də istəyirik Turanın bir parçası olaq, adını da dəyişdirək, Turan adından götürək, məsələn, deyək ki, məsələn, insanlıq dövlətləri. Məsələn deyirəm. Nə iradı var? Çox da gözəldir. Və bəlkə bir gün dünyada bəşər, mənim bu indi zehnimə düşdü, bəşər tarixdə çox böyük savaşlar edildi. Həmmurabidən tutmuş, Həmmurabidən də qabaq bəlkə var, ta bu günə qədər bir iddə hakimlər deyirlər, dünyanı alacaq, bir hakimiyyət olsun, insanlar bir-birinə savaşmaz. Gözəl xiyaldır. Peyğəmbərlər də hamısı təqribən belə bir düşüncə ilə gəliblər ki, millət bir dində olsa savaşmaz. Onlar siyasəti deyiblər, bunlar dini deyiblər. İskəndər gəlib buradan alıb gedib filan yerə can,
Məhəmməd alıb gedib filan yerə can. Din olaraq və dövlət olaraq Məhəmməd. Məsihlər bu qədər. Müsəlmanlar bu qədər. Yahudilər yox. Yahudilər, dostların biri ilə dünən danışırdıq. Bəzən iştibah fikirləşdilər. Baxın, Yahudiyyət İslam kimi deyil. Məsihiyyət kimi deyil. İslam və Yahudiyyət, İslam və Məsihiyyət, Christianity, bunlar təbliğat yolu ilə inkişaf edirlər. Yəni təbliğat edirsiniz, insanları dəvət edirsiniz, insanlar qəbul edir, olurlar müsəlman. Ya da gedirsiniz, işğal edirsiniz, adamlar yavaş-yavaş məcburən qalırlar, olurlar müsəlman. İstihalə olurlar, yəni asimilə olurlar İslama. Amma Yahudiyyət belə deyil. Yahudiyyətdə siz İslamdan çıxıb Yahudi olanmazsınız. Məsihi ola bilərsiniz, Zərtüştü ola bilərsiniz, hər nə istəyirsiniz ola bilərsiniz. Amma Yahudi olanmazsınız. Niyə? Çünki Yahudiyyət deyir ki, qanı gərək mənim qanımdan ola, dədənin də qanından yox, nənədən ola. Çünki qanı nənə əsli bilir Yahudiyyət. Bununla, yəni dində. Deyir ki, nənə gərək Yahud doğa. Eşikdən gələn Yahud olmaz. Budur ki, Yahudiyyəti saxlayıb. Diqqət buyurun, Yahudiyyətin iddiası budur ki, 5000 ilə yaxındır, ya 3000 ilə yaxındır, ya 2500 ilə yaxındır ki, bunlar öz vətənlərindən əsirgin düşüblər. Dövlətləri olmayıbdır, diqqət buyurun. Amma bu, nədən İsrail qura bildi? Çünki analar vasitəsilə mən uşağıma bir dövlət quracağım fikri var idi. Analarda, dədələrdə yox ha. Analarda bu var, mən uşağıma bir dövlət quracağım. Bu analar 3000 ildən sonra o dövləti qurdular. Fəqət ruhların böyük bir özləyişlə azadlığı qızıl alma gerçəklik sahəsində deyil, xiyal sahəsindədir. Türk köylüsü, köylü yəni kənd. Diqqət buyurun, burada da bir dana bir şeyi bir dəfə demişəm, bir dəfə də burada ərz edeyim xidmətinizə. Baxın, İranda kuy deyilir. Köy yazılır, kuy deyilir. Bunu hardan gətirib? Türkçədən alıbdır. Türkçədə kəndə, ki biz kənd, ya farsça, rusda deyirlər, deh deyirlər. Ora biz nə deyirik? Türkçədə köy deyilirmiş. Köylə köçün nə fərqi var? Ya göçün nə fərqi var? Köçəri o adamdır ki, kətdən köçür, bir ayrı yerə gedir. Yaylağa ya qışlağa. Qışda gedir isti yerə, olur qışlaq. Yayda sərin yerdən gedir soyuq yerə, olur qışlaq. Ya qışlaq. Tamam. Buna deyirlər köçəri. Hardan köçür? Köydən köçür. Budur deyil ki, bunlar elə daimən köçürlər. Yox, bunların vətənləri var, torpaqları var. Yerdə qalırlar, sabit yerlər var. Hətta mənim dünən nənəmlə danışırdıq bu məsələni, mənim babalarım belə. Yəni nənəm özü uşaqlığında köçərilik eləyirdilər. Yəni kəndimiz var idi, 750 ildir biz bu kətdi yox. 800 ildir, çünki 35 ildən mən bu sözü eşitmişəm, üstdən 800 ildir. Biz bu kətdi yox. Bu kətdən, indi kəndimizdə bizim bir zaman, məsələn, İnqilabdan biraz qabaq, 1350-də, məsələn, bizim kəndimiz dağıldı, 4 ev qaldı. Amma qaldı. Yəni orada o yer qalır və mən indi orada 200 dana ev tikilibdi, 200 dana villa tikilibdi və burada ailələr gedirlər, ömürlərini orada sərf edirlər. Bu bizim şeyimizdir, yəni vətənimizdir. Tamam, bu köydən köçürdü, köy sözündən elə bir köç sözü düzəlibdi. Gedirdi, bir yerdə malın, heyvanın saxlırdı ki, tələf olmasın, o tələf vardı. Bir də oradan qeydirdi, gəlirdi vətəninə. Qışı, məsələn, qarı, orada qarda keçinirdi, ya bəzi yerlərə gedirdi ki, orada isti olsun. Ona deyirlər qışlaq, yaylaq etmək. İndi, İranda deyirlər, mədəniyyət kətdən çıxmaz, şəhərdən çıxar. Diqqət buyurun, bu bir dana yanlış sözdür. Çünki şəhər, o yerə deyirik ki, orada, məsələn, indinin şəhərləri şəhərdir. Təbriz ki, mən 1350-də gəldim, kəndidir. Orada burada kət, məşrutə dövründə Təbriz adında bir yer var. Amma bu Təbriz adının 12 məhəlləsi var, ya 14 məhəlləsi var. Yəni,
Bu məhəllələrin arasında bir gün yol var. Yəni Qərəməlikdən istəyirlər gedələr Camşabana, bir gün yoldur. İstəyirlər məsələn Dəvəçidən gedələr Höhmavara, bir gün yoldur. Yəni adam bir gün özünə iş eləyir. Bu şəhər deyildi. Əslində bu şəhər budursu düzəlibdir. Yəni kətlər yekəliblər, gəliblər bir-birlərinə yaxınlaşıblar, indi burada bazar qurulub, dükan qurulub. Hər yerdə ki bunlar ola, baxın, şəhərlə kəndin fərqi budur. Köçün. Köçün, kəndin yox. Köçdə bir sabit ibadətxanaz yoxdur. Çünki köçürsüz da. Sabit bir təlim yeri yoxdur. Sabit məzərsən. Sabit təlim yeri yoxdur. Salim ibadət yeri yoxdur. Bunu da dedik. Salim toplanmaq yeri yoxdur. Sabit. Məsələn, qəfəxana kimi. Məktəb kimi. Məktəb təlim yeridir. İbadət yeri məsciddir. Siyasət yeri sabit. Çünki məsələn köçəridə var. Xan köçür gedir. Elin bas köçür gedir. Amma mədəniyyətdə bunlar var. Ondan sonra bir cəza və padaş sistemi. Nə mənə? Əgər biri bir xilaf eləsə, gəlir ora. Paylaşmaq sistemi. Bəqqallıq məsələn. Dedim, ixtisas sistemi birləşir. Bir bəqqal orada olur, bir çəqqal olur, bazar, yəni bazar. Orada alver olur. Mədəniyyət bunlardan ibarətdir. Ondan sonra bir cəza sistemi var. Yəni bir iddia adamların işi budur. Ayrı işlərini görürlər. Əgər bir təxəllüfi olsa, bir xilafi olsa, gəlir orada mücazat olunur. Buna deyirlər mədəniyyət. İndi bu, yekə şəhərdə yekə olur, kiçik şəhərdə kiçik olur. Məsələn, deyək ki, New York'un 20 milyon cəmiyyəti vardı, 10 dana bazarı vardı, 100 dana bazarı vardı, pasaj deyirlər İranda, burada mal deyirlər. 100 dana bazarı vardı, məsələn 10 dana dad göstərisi vardı. Çünki cəmiyyət çoxdur. O başdan bu başa gəlsən, qeyissən 2 gün vaxt aparar. Xüsusən buranın trafikində. Bunun üçün hər yerin özünə aid. Buna mədəniyyət nədən ibarətdir? Polisi var. Orada da var. Orada da qədim məsələn deyirlər nə mənə? Darğa. Bizim darğa deyirdik. Darğa şahid də o adam idi ki, bunun yanında gedirdi. Buradan gəlirdi. Darğanın şagirdi. Yəni o polis. Bu günləri ona polis deyilir. Şəhər polisi. Polis nə deməkdir? Dəqiqən şəhər anlamındadır. Latincə sözdür, şəhər anlamında. Polisə də deyirlər, polis şəhər deyil ki, polis bir adamdır. Yəni o şəhərin inzibatçısıdır, münzəbitidir. Oğrusunu tuta, əyrisini tuta, biri lazım olsa köməklik ona köməklik eləyə. Görürsünüz, sistem budur. Ondan sonra getdikcə inkişaf olur. Telefon gəlir, telgraf gəlir, falan gəlir. Dəqiqən. İndi pəs, kənd əgər, istəyirəm deyəm, təməddünü qələt məna eləyiblər. Kənd əgər bir tədad adam bir yerdə otururlar, sabit. Orada bir binalar tikərlər, orada təlim ola. Mədrəsə, dil öyrədilər, bir şeylər öyrədilər, din öyrədilər, hər nə öyrədilər və təlimdir yəni. Orada alver ola, yəni bəqqal, çəqqal ola, bazar ola. Orada toplam yeri ola. Məsələn, məsciddən əlavə, məsələn, qəfəxana var. Məsələn deyək. İş yeri var. Hə, köçəridə sabit iş yoxdur, amma sabit iş yeri var. Məsələn, burada dəmirçi var, nəccar var. Bu şey üçün lazım olan bir şeylər. İş təxəssüsləşir. Bunu istəyirəm deyəm ki, təxəssüsləşir iş. Görürsünüz ki, bir məsələn, dedim, darğa var. Təxəssüsü işdir. Bir qazi var. Təxəssüsü bir işdir. Hökmü verir. Bir molla var, təxəssüsü bir işdir. Gəlir insanlara deyir ki, falancı belə yuvacaqsınız, namazda belə qıracaqsınız, orucuzda belə tutacaqsınız, falan bəhman. Bir dənə təxəssüs işdir. Yəni o özündə bir işdir. İnsanlar niyə pul verirlər, mən bilmirəm, amma biri də ondan yaşır yəni. Biri də ondan yaşır. Buna iş deyirik. İndi fala baxan bir işdir. Amma mən deyirəm xurafatdır, tamam xurafat. Amma orada bir işdir, biri də ondan yaşır. Deyək baxın, işinlə bir doğru işdir, yalan işdir, bunu danışmırıq. Deyirik ki, falçı duanevis var. Yaşır. Hardan yaşır? İnsanlara deyir ki, sən sabahlara ərə gedəcəksən, getmirdi, amma insan ona pul verir. Deyir, dua yazıram, uşağın olsun, ərinin amma toxumu uşaq gətirmir, arvadın rəhimi uşaq qaldırmır. Tamam, amma iş var. Mədəniyyət ibarətdir. Pəs onda şəhər sözü farslar
bunu getirdiblər. Türkiyədə bunun əksidir. Diqqət buyurun. Türkiyədə köy, yəni o, indi diqqət buyurun, kənd sözü. Böyük şəhərlərin adı kəndidir. İstanbul'a demirlər, İstanbul şəhəri. Deyirlər əlbəttə bunda. Bəli, amma diqqət buyurun, Ankara'ya deyir kənd. Onlar biz deyirik kəndi, amma bəzi yerdə kətdilər, kəndilər də yazırıq, amma kətdilər deyirik. Onlar kət deyirlər, dəqiqən. Kət, yəni İstanbul kəndi, Ankara kəndi, Əskişəhir kəndi. Niyə? Çünki bizim dilimizdə, diqqət buyurun, Türk dilində mədəniyyət kətdən başlanır. Bunun üçün biz kətdini tohin eləmərik. Amma farslar, çünki mədəniyyəti şəhərlə ayırıblar, deyiblər dehati, Rusda əqəbmanda yəni. O halda ki, biz bu cür bilmirik. Türk fərhəngində bunu mən istədim ki, bunu deyəm, fars kültürü ilə bunu ayırt edəm, çox önəmlidir. Bunu mən buna öz təfəkkürümdə yetişmişəm, bir yerdə də oxumamışam. Öz adıma feylən deyə bilirəm, amma bir nəfər də bunu məndən qabaq demiş olsa, əlini öpərəm. Ya yazmış olsa. Tamam. Az qalıram bu səfəni qutaram. Fikir edirəm ki, bir saatı yetişdik. Ruhların böyük bir özləyişlə aradığı qızıl alma gerçək sahəsində deyil, xiyal sahəsindədir. Türk köylüsü, dediyim kimi, baxın, Rustayı, dehati demirik. Köylü deyirik. Köylü deyəndə yəni təməddüd sahibi, fərhəng sahibi. Siz məsələn Göy məscidin altında o qazıntılarda ki 7 metr altdadır, orada şəhər görmürsünüz, orada köy görürsünüz. Niyə? Qəbristanı var. Biz bilirik ki, ora qəbristandır. Pəs qəbristan olan yerdə, əgər bir var ki, qəbristan belə ola. Məsələn, diqqət buyurun, 2 ordu gedib bir yerdə savaşıb çöldə, adamlar, minlər adam ölübdür, yüzlər adam ölübdür, onları orada dəfn edirlər, dəsti cəmi. Paltarla, filanla dəfn edirlər, qılıncın da götürürlər, gəlirlər. Biz sonra onu tapırıq. Amma orada bilirik ki, burada qətliam olubdur, burada savaş olubdur. Çünki qırış yarasını görürük, bunların qollarının, qışlarının kəsildiyini görürük, bunların bəzən silahların əsəri bunların üstlərində qalıb, onları görürük. Buradan bilirik ki, bura təməddün deyil, ora mədəniyyət deyil, ora vəhşiyyətdir. Amma birdən də görürük ki, bir qəbri tapırıq, orada bir arvad var. Onun qarnında bir uşaq varmış. Bilirik ki, burada bir nənəbala ölüblər. Ya onu görürük ki, bunun yanında da bir ayrısı var. Ya Təbrizin o Göy məscidin altında görürük ki, bir xanım, cavan xanımla cavan oğlan qucaqlaşıblar, yatıblar. Niyə bunlar bərabər ölüblər? Nə cür ölübdür? Bunların nağılını bilmirik, amma bilirik ki, bunların yanında 30 dana qəbir var. Hər qəbirdə 1 ya 2 nəfər adam var. Buradan bilirik ki, bura yaşam mərkəziymiş. Yaşam mərkəzinin qəbristanı var. Amma yol uzağında gedirik, görürük ki, bir nəfər ölübdür. Bir dənə orada yol uzağında qəbir var. Bilirik ki, ora təməddün, mədəniyyət deyil. Ora bir yolçu ölübdür, quyulayıblar, gediblər, köçərirlər. Ya savaşda quyulayıblar, gediblər. Qaçanlar onu quyulayıblar, gediblər. Amma orada ki, görürük 10 dana qəbir bir-birinin dibindədir, 5 dana qəbir bir-birinin dibindədir və arvadlı, kişi, uşaqlıdır. Burada deyirik ki, bura mədəniyyət mərkəzidir. Çünki bunların ağılları yetişmişmiş, insanı dəfn edirmişlər və bu şəkildə dəfn edirmişlər. Məsələn, özünün bir rəsm rüsumu varmış. Buradan bilirik, burada mədəniyyət buradadır. Çünki quyulamağı bilir, hangi nəcür adab-ı rüsumla quyulamağı bilir, bunları məsələn, yanıncan bir, məsələn deyək, Təbrizdəkilərin yanında paltarları var, üstündə düyməsi var. Məsələn, bunun sırğası var. Kişi ya o hanımın, hər ikisinin də ola bilir. Məsələn, bunların düymələrin əvəzinə düymə bu şəkildə deyil. Amma sancaq kimidir, iynə kimidir. Onun da ücündə təzinatı var. Yəni, bir medal kimi asa bilərsiniz boyunuza məsələn. Bəs bir sənət orada görsənir. Məsələn, bunların zivəralatı var. Qolunun, məsələn, bilərziyi var. Diqqət buyurursa, cüşvara demirik biz buna. Deyirik ki, nə mənəsi var? Sırğası var. Cüşvara farscadır. Sırğası var. Bilərziyi var. Bilək, biləklik, bilərzik deyirik da buna işlədirik. Və buradan görürük ki, burada təməddün var. Təməddün nədir? Təməddün ibarətdir insan vəhşiyyətdən çıxıb təbiəti kontrol mərhələsinə geçmək mərhələsidir. Daşı düzəldə bilir. Olur mədəniyyət. Diqqət buyurun. Çünki
daşı düzəltdi, ondan bir əbzar düzəltdi. Sonra bir dəmir tapır, onu əridir, ondan bir şey düzəldir. Diqqət buyurursunuz. Sonra topraqdan bir istikan düzəldir, çüzə düzəldir, bir ayrı bir şey düzəldir. Bu mədəniyyətdir. Mədəniyyət o zamandan başlayır ki, və bu kəndi şəhər yoxdur. Dedim, insanlar şəhər qurmurlar əvvəldə. İnsanlar əvvəldə familcə yaşırlar. Famillər çoxaldıqca eləyə bildə evləri çoxaldılar. Evləri çoxaltdıqca biri çoban olur, gedir çobanlığa təxəssüsü iş olur. Biri dəmirçi olur, biri çüzə düzəldən olur, biri şey olur, səxsiçi, sufal deyil, bunun da səxsiçidir. Səxsiçi olur, biri çüzə düzəldir, bardaq, çüzə də deyil, bardaq düzəldir, kasa düzəldir, boşqab düzəldir. Bu cür boşqab yox, amma bu cür bir şeylər düzəldir. Biri qaşıq yontalır, diqqət buyurun, biri paltar tikir. Mədəniyyət buradan gəlir. Farslar bunu düşünməyiblər və tərsə deyiblər. Buna görə ki, kəndliləri təhqir edirlər. Niyə? Hədəf budur. Mən bu haqda bir video doldurmuşam, bir səs doldurmuşam, qoymuşam Telegramma. Hədəf budur ki, Farslar iş üstə gələndən sonra istəyirlər ticarət, yəni rantxarlıq, bugünkü dillə rantxarlıq edirlər. Nə cür mən dövlətəm. İstəyirəm ki, dövlətə də bağlayım. Mən istəyirəm ticarəti keçəm əlimə. İranda paltarları qədağan. Türk paltarı giyənməsiniz, gərək hamımız pəhləvi bölüş qoyasınız, bu cür şey giyəsiniz, o cür başmaq giyəsiniz. Tamam, bu işlərin hamısı tətil oldu. İndi mən eşikdən gətirirəm parçanı, bu parça ilə tikəcəksiniz, bu cürsü tikəcəksiniz. Tamam, indi parçanı mən gətirirəm, mən satıram, parçanın inhisarı mənim əlimdə olur. Yəni, mən burada bunları su istemal edirəm. Qoymuram tolid daxildə olsun. İndi kəndlilər kətdə olsalar, mən bunlara satanmaram. Onlar qoyun günündən özlərinə palça toxuyacaqlar. Yox, kəndini təhqir eləyim, kətdən köçsün. Kətdən köçür, gəlir, tamam, mən istədiyim yerə. Nə olur? Yeri qaldı orada boş. Bəlkə mən gedərəm, tutaram, işğal elərəm. Reza Şah bu işi görürdü. Və sonra gəlir şəhərə. İndi burada şəhərdə nə edəcək? Mənim məhsulum alacaq. Paltarı mənim üçün alacaq, başmaq mənim üçün alacaq. Xaricədən mən moz gətirəcəyəm, onu satacağam, portakal gətirəcəyəm, onu satacağam, alma gətirəcəyəm, onu satacağam, biskvit gətirəcəyəm, onu satacağam, un gətirəcəyəm, onu satacağam. Çünki kətli un dünənəcəm, un düzəldirdi. İndi gələcək şəhərə məsrəf konəndə olacaq. Mən onu gətirəm mənəm. Mən satacağam buna. Mən buna un satacağam, pul qazanacağam. Görürsünüz, diqqət buyurun. Deyiblər ki, Reza Şah fəqət şey eləyibdi. Kəşfi hicab eləyib, yox, kəşfi hicab eləməyibdi. Bizim hicabımız yox idi. Biz Azərbaycanda hicab bilməzdik nədir. Kürdlər indi də bilməzlər hicab nədir. Bəluçlar bilməzlər hicab nədir. Türkmənlər bilməzlər hicab nədir. Çünki bizdə hicab yox idi. Bizim xanımlarımız özləri, öz lazım olan parçaları ki, lazımdır, onu bütünlüğündə tolid elərdilər. Yəni, məsələn, çadranı biz yedirik, indi Çin parçası ya Japon parçasını alırıq 10 metr, gətiririk onu kəsirik, birazını atırıq eşiyə, birazından da bir parça düzəldirik, qərə parça salırıq başımıza. Belə bir şey yox idi. Bir dana xanım özünün üçün toxuyərdi. Özünün çarqatını da toxuyərdi, paltarını da toxuyərdi, ciyərdi, əhrinin də paltarını toxuyərdi. Yəni bizim kəndimiz istihsal yeri idi, ürətən yeri idi. Təməddün yeri idi. Farslar deyən yer təməddün olmamalı. Çünki əgər bir kətli qərar ola, buğdasını tolid eləyənməyə, arpasını tolid eləyənməyə, atını doğuzduranməyə, atı olmaya daxı, eşeği olmaya, palan tikənməyə, nal düzəldənməyə, evinə qapı düzəldənməyə, bu toliddən çıxdı qırağa, məsrəf qünəndədir. Bu, Farslar dediği kətlidir. Amma biz dediyimiz tolid qünəndədir. Yəni, ürəticidir. Ürətici bir insan, yəni mədəniyyət sahibidir. Amma İranda kət mədəniyyət deyil. Fars camişünaslığında, diqqət buyurun, bunu mən Fars camişünaslığının əleyhinə deyirəm. Tamam, paragrafımızı qutarırıq və çox da bunu saxlamayaq. Türk köylüsü, yəni o mədəniyyət sahibi, köylü, yəni kəndli mədəniyyət sahibi. İranlı yox. Bunu istədim, onu bir belə danışmağım, hamısı buydu. Qızıl almanı xiyal edərkən, diqqət buyurun, siyasi olaraq, baxın, o kətli İranla deyil. İranda o kətli qızıl alma xiyal eləməz. Ahmaq bir adamdır. Təməddünü yoxdur. Siyasətə fikir eləməz. Amma bu nə deyir? Deyir ki, o köylü, Türk köylüsü, yəni Türkün adamı ki, böyük şəhərdə yaşamır, böyük kətdə yaşamır, kiçik kətdə yaşır. Diqqət buyurun, fərqi budur. Diqqət, çox zərifdir fərqi.
Qızıl Almanı xiyal edərkən, o türk dünyasını xiyal edərkən, etdiği halda, yəni edərkən, yəni xiyal etdiği zaman gözünün önünə əski türk elxanlıqları gəlir. Deyir ki, gözünün önünə. Ön nədir? Ön qabaq. İndi diqqət buyurun, bu kəlməni biz çox işlətmişik, amma yadımızdan çıxardırıq. Önlük nə demək? Çörəkçilərin önlükü var. Evdə nənəmiz qab-qaşıq yuyur, önlük bağlar. Yəni nə demək? Bədəninin qabağına bir şey bağlar. Önlük, qabağın qabaqlıq. Bura bir sinəmizə bir şey bağlarıq, qarnımıza bir şey, su islanmayaq, xəmirlənməyək, palçıqlanmayaq. Buna önlük deyirik. Ön, yəni qabaq. Bəs bu da bizim varımızdır, yəni deməyin bu Türkiyədədir. Yox, Türkiyədə deyil. Bu Təbrizdə də var, amma biz bunu fars dilinə getdiyimizə görə bunu işlətməmişik, yaddan çıxartmışıq. Bəs ön kəlməsi oradan gəlir. Gözünün önünə, gözünün qabağına nə gələr? Əski türk elxanlıqları, əski, qədimi türk elxanlıqları. Nə cür yəni? Elxanlıq, el, yəni bir dənə türkün bir qolu. Bunun el torpağa da bağlıdır eyni halda. Bir millətdir ki, bir torpaqda yaşır. Adı var, məsələn, qara papaqlar. Şahsevənlər. Bu eldir. Şahsevən bir eldir. Amma bu şahsevənin bir toprağı da var. Bir toprağı var, özü bir məmləkətdir. Özü hükümət qrupdur. Səfəvilər. Xob, bu, indi, bu Qızıl Almanı təsəvvür eləyər. Siyasi. Elxanlıq. Onun bir xanı var. O, bu elin şahıdır. Onun sistem siyasisi var. Bir qudrətdir. Özü başda xandır. Onun əlinin altında əlçiləri var, ya vəzirləri, indi vəzir deyilir, filan deyilir, kabinəsi var, məşvərət şurası var. İndi buna məclis deyilir. Bizim o zaman buna deyirlər nə mənə? Qurultay. Qurultayı var, yəni bir şura məclisi var. Bu şura məclisi qərar verir. Bir də işlər olsun. Bunun mədrəsəsi var, məktəbi var. Adına məktəb deyilir o zaman. İndi də elə Azərbaycanda məktəb deyilir, mədrəsə deyilmir. Mədrəsə ərəbcə sözdür, farsça deyil. Dərs verilən yerə mədrəsə deyilər. Dərs verilən yerə. Amma məktəb o yerdir ki, orada kitab yazılır. Fərqinə diqqət buyurun. Mədrəsədə dərs deyilər, məktəbdə kitab yazılmalıdır. Yəni bunun əsasındadır. Və yazmaqxana əslində. Bu da o narin zərafətlərdən ki, farslar değişdirməklə bunu qoymayıblar kitab yazılsın. Onlar bizə dərs deyiblər. Dərs deyəndə silsilə məratib üstdən aşağıyadır. Rıza Şah üstə şahdır, müəllim də mədrəsədə şahdır. Müdür mədrəsə şahdır, müəllim də kilasda şahdır. Diqqət buyurursunuz. Şah üstə, Rıza Şah üstə mücazat elər. Müdür, amuzuş pərvərişin rəisi, məsələn, ustandə mücazat elər və müdür mədrəsədə, müəllim də kilasda. Silsilə məratib diktatorluqdur. Siz hamısında bir diktatorun qurbanısınız. Məktəb o cür deyil. Məktəb desəydilər, onda sən fikir sahibi olacaqdın, çünki bir şey yazmalısan. Onun üçün Təbrizdə bir kitab tapılıbdır. Son zamanlarda bunu ərz eləyiblər. O kitabın 54 dana kitabdan ibarətdir. Diqqət buyurun, kitab deyirəm. Yəni, mən demirəm Şahnamə. Şahnamə neçə min beyti var. Neçə min beyti var. Yaxşı, bunların əgər hər 10, hər 50 beytin bir səfədə yazasınız, görün neçə səfə olar. Amma Təbrizdə tapılan kitab 54 kitabdır. Hamısını yığsaz 100 səfədir. Niyə? Çünki kağız bahadır. Ya bunu yazmaq bahadır, dərin üstündə yazsaz bahadır. Məcbursuz ki, sözünüzü xülasə yazasınız. Mənim kimi bir səfəni oxumağa bir saat danışmayacaqsınız. Bu bir səfəni, məsələn, bir sətirlə yazacaq. Ki, 100 səfəlik mətləbi 10 səfədə yazsın. Ki, eləyə bilsin 50 dana, 50 kitab, yəni 50 sahədə yazsın. Bunu yazanlar kimdir? O danışçılar ki, o mədrəsədən qutarıblar, o danışçı, o dişdədə ustadına deyir ki, mən bu həddə belə düşünmüşəm. Bu mənim nəzərimdir. Yəni, döşra.
Çünki doşçurada siz tez sahibi olursunuz, fikir sahibi olursunuz, fikrinizi yazırsınız. Lisansda, fok lisansda belə bir şey yoxdur. Bunun üçündür ki, görürük ki, orada kitab yazılır. Amma mədrəsədə kitab yazılmır. Hətta danışqahda kitab yazılmır. Çünki fərz budur ki, danışqahda orada danış oradadır. Siz gedirsiniz oradan bəqqal kimi alırsınız. Diqqət buyurursunuz, bəqqalda şey var, xurma var, sabun var, şampu var, əlcək var, piləcək var, qoyuq, badkonək. Gedirsiniz oradan alırsınız. Danışqah nə deməkdir? Yəni orada var, siz gedirsiniz alırsınız, savadlanırsınız. Elə bir ki, məsələn, mən gedirəm, əlcək alıram, əlcəyi aldım, amma əlcəyi düzəltmək başarmıram. Onun üçündür, İranda görürsünüz, mədrəsəyə gedirik, diplom almışıq, lisans almışıq, fok lisans almışıq və hətta dökçür almışıq. Amma deyirik ki, oturun bir dana 10 səfərlik bir dana mətləb yazın. Payız ziba olsun, payız bərg mirizəd, payız... Yox, bu deyil, bu deyil. Dünya bundan getmir qabağa. Onun üçün görürük İranda 2850 danışqah var, diqqət buyurun. 2850 danışqah var İranda. Amerikada yığsaz, amma Amerikada yığsaz 200 dana danışqah yoxdur. Bəlkə olar, bəlkə olmaz. Amma 2850 dana deyil. Bəlkə 1000 danadır, amma 2850 dana deyil. 30 milyon adamı, 80 milyon adam üçün yox. 80 milyon adama siz 2850 danışqah düzəltmişsiniz. Doşçuraları, doşçura danışçuları və doşçura mədrəki sahibi olanlar İranda Amerikanın 3 qatı candır. Amma nəyi var içində? Üsud yoxdur. Bu, istədim fəqət o şeyləri, düşündüğüm şeyləri deyəm. Turan ölçüsü geçmişdə bir xəyal deyil, bir gerçək idi. Geçmişdə bəs, məsələn, görürük ki, Osmanlı dövrəsində Türk dövlətləri buracandı. Qəznəvilərdə oradan oracandı. Səlcuqlarda oradan oracandı. Osmanlılarda oradan oracandı. Dediyim dünənlərdə bunu dedim. Səlcuqda, Qəznəvilərdə, Səlcuqda və Osmanlıda İran adında bir şey yoxdur. İran bunların bayrağı altındadır. Sonra Səfəvilər, Qaraqoyunlar, Səfəvilər və Səfəvilər gəlirlər içəridə bir cəzirə kimi, ada kimi təşkil verirlər. Siyasi ada. Osmanlının içində bir siyasi ada. Osmanlı istəsəydi, iradə eləsəydi, getmişdi, İsfahanacını almışdı. Kollən, məsələn, qətlamələrdə aparardı. Amma niyə qətlam eləmir? Niyə aradan aparmır? Şiə də burada yaşır. Çünki bu insan türk insanıdır. Gerçəkdən Turan ölçüsü geçmişdə bir xiyal deyil, bir gerçək idi. Miladdan 210 sənə öncə. Sənə ərəbcədir, türkçəsi ildir. Miladdan, yəni Məsih dedikləri insanın doğum günündən 2210 il öncə Hon hükmüdarı. Hon ola bilər xan kəlməsinin İstanbulca və tarixdə çevrilmişi ola. Ola bilər. Mən beləsi bu fərzi deyirəm. Bəlkə ola bilər belə olsun. Bir yerdə oxumamışam, özümdən indi dedim. Bəlkə yanlış fikirdir, amma belə bir fikri ortaya atdım. Milladdan 2210 il sənə öncə əvvəl, ön kəlməsindəndir, yenə qabaq. Ön kəlməsindəndir, öncə Hon hökmüdarı, xan hökmüdarı, ya Honların hökmüdarı. Honda mən yenə də beləsi düşünürəm ki, xanın bir deyilimi, bir ləhcəsidir. Bir ləhcədə xan belə deyilibdir. Metə Honlar adı altında, Metə adında bir adam, Honlar adı, Metə Honlar. Yenə də Metə xanlar. Mən belə düşünürəm. Belə düşünürəm. Metə Honlar adı altında. Metə Honlar adı altında, yəni bu adın altında bir şey var idi. Bütün Türklər birləşdiyi zaman, tamam Türklər bir olmuşdu. Turan ölçüsü bir gerçək halına gəlmişdi. Deyir, pəs miladdan 210 il öncə bir dana adam tapıldı Türk dünyasında, adı Metə idi. Metə Honlar, yəni Metə xanlar xanı, mən belə düşünürəm. Cəmdir Honlar mənim nəzərimə. Honun cəmi olursa, o da olar xan, xanların cəmi. Xanlar xanı əslində adı altında bütün Türklər birləşdiyi zaman
müttəhid olduğu zaman Turan ölçüsü, Turan amacı, hədəfi, ölçüsü bir gerçək halına gəlmişdi. Olmuşdu. Yəni eşikdə bir dövlət var idi. Bir türklər birləşmişdi və eşikdə var idi. Hunlardan sonra avarlar. Hun dövləti izmihlalından sonra, ya onun bəlkə də o zaman varmış amma burada başlanıb bir yerə, Havarlar adında, avarlar adında bir dövlət. Avarlardan sonra kim? Göç türklər. Göç türklər. Bilirsiniz, indi burada bir dənə də məsələ işarə edeyim. Məsələn, Moğulların Allahı gök tanrıdır. Yəni gök təgənri deyirlər, təngəri deyirlər, təngəri. Fikir edirəm ki, o da buradan gəlmiş bir şey ola bilər. Gök türklərinin bir modeli ola bilər. Məsələn, oradan bir bəlkə mən lüğətçi deyirəm. Hər halda bunları fəqət atıram ki, dostlar əlaqəli olsalar, bunu maraqlı olsalar, oxusunlar və axtarsınlar, bilsinlər. İndi bunu da cümləmi qurturum, sonra bir şey də deyərəm. Gök türklərdən sonra kimlər gəliblər? Oğuzlar. Oğuzlardan sonra, bunlardan sonra, yəni Oğuzlardan sonra Qırğız, Qazaqlar. Qırğızla Qazaqlar gəliblər, bir Türk dünyası hökuməti qurublar. Yəni əldən ələ getib Türk dünyasının hökuməti. Ondan sonra, daha sonra, diqqət buyurun, yəni Qırğız, Qazanlardan sonra Qazan bilirsiniz, paytaxtdır da bir yerdə. Qazanxan da məşhurdur bizim tariximizdə. Daha sonra, yəni biraz sonra getib üstündən Gürxan. Gürxan adında bir şəxs ya Gürxanlılar gəliblər və Türk dünyasında bir yer. Sonra da Türk Çəngizxan. Diqqət buyurun, burada Çəngizi gətirdi. Mən bilmirdim. Yəni yadımda deyildi, bəlkə də oxumuşdum. Çəngizxan gəlir, gəndə bu dünyanı birləndirir. Keçir biraz da uzağa. O tərəfdən Çini alır, bu tərəfdən də keçir Avropanın alır və o tərəfdən də Asiyanın başınacan gedir. Yəni Japonacan gedir. Japonu ala bilmir, amma Japonacan gedir. Vəli nəzərə gələn şeyi alır. Korəni alır. Çəngizxan və sonuncu o Türk dünyasını birlədən insan olmaq üzərə Teymur. Mən bilmirəm, bu ləngi niyə yazıb bu da? Teymur ləngi yazıbdır. Ağa, siz imperatora deyə bilərsiniz ki, məsələn, Xameneyiyə deyə bilərsiniz Çolaq Xameneyi. Həm də İranda olasınız. Ağa, Xameneyi çolaqdır da, yəni bu vaqiyyət. Xameneyi çolaqdır. Amma siz bunu sifət olaraq işlədə bilərsiniz. Ayətullah Uzma ya rəhbəri müəzzəm nə mənə deyirlər, buna bir adı var. Ondan deyirlər, sifət ilə deyirlər. İndi siz, bu böyüklükdə bir imperator ki, Türk dünyasını alıbdı, şərqi alıb, qərbi alıbdı, Afrikanı alıbdı, buna deyəsiniz ləng. Solaq, topal. Deyə bilərsiniz? Demək olmaz. Niyə yazıblar bunu? Çünki farslar bunu deyiblər. Farslar bunu təhqir eləmək üçün bu adı gətiriblər. Ləng kəlməsi, ləng əslən farsdır. Əlbəttə, Türkcədə ola bilər. Ləng bizdə naqislığa deyilir. Çox da işlənir. Məsələn, deyir ki, mənə bir lavaş ver. Ya bir fətir ver. Lənc qalmışam. Ya biraz mənə un ver. Qalmışam. Lənc qalmışam. Ya deyir, mənə qatıq mayası ver. Lənc qalmışam. Yəni, südüm var, amma qatığı çalmaq üçün mənə maya ver. Lənc qalmışam. Yəni, o olmasa olmaz. Beləsi deyim. Belə bir orada, yəni mən bu uşaqlığımda bunları eşitdiyim üçün o lənci qalmağı mən kətdə eşitmişəm, belə işlənibdir. Amma çolaqlığa da deyilir. Yəni əl olmasa çolaq olur da, yəni topal olur. Buna da deyirlər. Hər halda mütəəssifanə bu cəngi rəvani, bu ləngi kəlməsi cəngi rəvanidən gəlir. Biz bunu almışıq farslardan, mənimsəmişik. Türkiyədə də bunu işlədir. Hətta mən gördüm bir filmdə deyir, Topal Teymur. Olan, sən imperatora topal deyə bilər misin? Olan, sənin qardaşın gözü çıxıbdır, demirsən kör. Sənin qardaşın maşında təsadüf eləyibdir, qışları sınıbdır, demirsən fələt. Sən imperatora deyə bilər misin? Amma biz bu cəngi təbliğata məğlub olmuşuq. O qəd deyiblər ki,
Biz də bunu türklər də, hətta Türkiyə də bunu alıbdı, mənimsiyibdi. Teymurləng, əlbəttə burada yazıb lang. Mən gərək olsun yazıb. Hala buna bəzilər buna bir ayrı bir şeylər gətirirlər. Mən indi bu damad deyirlər də mənə bu cür bir şey vardı, amma mən onu heç indi yadıma gəlmir deyəm. Bir şeylər oxumuşam, amma yadıma gəlmir deyəm. Teymurləngə görə bir ayrı ləqəblər vardı. O cümlədə bilirsiniz. Diqqət buyurun dostlar, bir dənə də bir şey deyim. Mən kitab oxuyuram indi. Siz də bəzi 4 nəfər indi qulaq asır. Umaram ki, sonra da qulaq asanlar olsun. Amma diqqət buyurun, bir dənə misal vururam. Şah İsmail Səfəvi savaşa gedəndə də kitab aparardı. Dəvə ilə. Deyirlər, 4 dəvə ən azı kitab daşıyardı. Bu oradan. Hökuməti o cür qurur. Yəni, hökuməti quranları deyirəm. Səfəvinin son padişahı ki, hökuməti əldən verir, kitab oxumur. Farsların yalan dinçi kitablarına girir. Onun üçün dini əldən verir. Qəza-qədərçi olur. İradəçi olmur. Çünki bir adam ki, din oxudu, getdi hədislə yaşadı, mollaların sözü ilə yaşadı, qəza-qədərçi olar. O deyir ki, Allahdan belə gəlibdir. Hətta belə gəlir. O Əfqandan gələn türk gəlir. Bu gedir qabağına deyir ki, oğlum qəza-qədər belə idi ki, mən bu günəcən şah olan, bu gündən Allahın iradəsi budur ki, sən şah olasın. Olan savaş, olan kitab oxuyaydın, əqlin olaydı, strateji biləydin, savaş biləydin, idarə, məmləkət idarəsi biləydin, savaşaydın. Savaşmır. Adama vallalar deyir ki, otur 16 rəkət İmam Zaman namazı qıl, İmam Zaman köməklik edəcək. 16 rəkət ol. Gedir deyir, olmadı. Deyirlər, ordu şikəst yiyir. Deyir ki, 200 rəkət Həzrəti Zeynəb namazı qıl, olmadı. 400 rəkət xanım Fatimə namazı qılır, olmur. Yəni, bir zaman olur ki, namazı qılmağa deyirlər ki, bir adam qıla bilməz, dərbarda olan hamı gəlsin, səfə qırılsın, hərəmiz bir rükət qılaq, bunlar dediği rükət olsun. Məsələn, deyir, 3000 rükət namaz qılcınən ordu şey olsun. 3000 rəkəti bir nəfər qılsa 6 ay çəkər. Çünki qılanmaz, deyir ki, hər kəs buradadır, gəlsin. Tamam xanımlar, işləyənlərin hamısı gəlirlər, namaz qırırlar ki, bu adam ahmaq olubdur. Yalan hədis ahmaq edir insanları. Onun üçün bir dənə hədis var. Bunu Ağacəri, Tehrandakı Ağacəri ki, bu Sazman-ı Mücahidin İnqilab İslaminin üzvüdür. O, bu hədisi bir tərbiyyət müəllim danışqahında deyir, edama məhkum oldu. Nədir? Deyir ki, hər kəs çox dinli, dinçi, çox ahmaq, çox dinçi və behişt onun üçündür. Diqqət buyurun, hədis beləsi deyir. Yəni, çox dinçi olsan, ahmaq olarsan, ahmaq olsan, behiştə gedərsən. Beləsi bir hədis var. Ağacəri bunu deyir, edama məhkum olur. Diqqət buyurun, onun üçün Səfəvinin son mollası, son padişahı, imperatoru ahmaq olmuşdu. Çünki mollalar bunu ahmaq eləmişdilər. Bunu tərbiyyət eləmişdilər, ahmaq olsun. Ahmaq olmuşdu, savaşmırdı. Qəza-qədərə ehtiyac vardı, iradiyə etimadı yox idi. Bunun üçün savaşa girmirdi. Amma görürük ki, Teymur, onu deyirdim, Teymur imperatorumuz, dostlar, deyirlər, 40 dəvə kitab apararmış özüylə, savaşa gedəndə. 40 dəvə kitab apararmış. Heç gecə yatmazmış, illa ki, 4 dildə kitab oxunmuş. 4 dildə kitab oxunmuş. Ərəbcə, türkcə, farsca və bilmirəm bir dənə də. Və 4 dildə eşitdiyim qədər kitab oxurmuş. Və 4 dildə kitab apararmış. İndi diqqət buyurun ki, nə də deyirəm. Gəlir yetişir kimə? Qacarlara. Qacarların uşağı ki, əxtə olmuşdu. Əxtə nə deməkdir bilirsiniz də. Yəni bunun xayaların qırmışdılar, uşağı olmazdı. Nəinki insan aləti yox idi, aləti var idi, amma uşağı olmazdı. Mən bilmirəm, niyə bu axtanı bizə çox pis mənə eləyiblər ki, güya məsələn bu kişi olmaz. Yox, bu kişidir, amma uşaq olmaz. Hər halda bu Qacar həman uşaq əxtə olandan sonra belə o dərbarda dərs oxurdu, kitab oxurdu. Cəlib budur, bu adam tamam savaşlarının hamısında özü ilə 2 kecavə kitab daşırmış. 2 kecavə kitab daşırmış.
Nasiriddin Şah 4 dildə kitab oxurmuş. Nasiriddin Şah İranın bu günə qədər dövlət sistemində ən yaxşı kitabları tərcümə elətdirən və oxuyan və tərcüməyə də özü oxuyandan sonra ki, bilirdi bu kitab yaxşı, deyir bunu tərcümə edir. Calibdir, Nasiriddin Şah 250 dana taza kitab oxuyubdur. 250 dana Fransa'dan, Almandan və Rusdan və İngilisdən tərcümə elətdirib kitabı. Həm oxuyub, həm tərcümə elətdirib, həm də deyib çap olsun. Və biz bilmirik. Deyirik bəlkə bu imperatorluq besavadlar üzü ilə düzəlmişmiş. Yox, besavad adam Çəngiz. Savadlı bir insanıymış. Daha kimi deyim sizə? Bildiklərim onlar idi. Bəlkə də ayrıları bildirəm, amma yadıma. Sonuncu olaraq Teymur dedim. Teymur ən calibdir. Bu adam həm şeirlərə hifz imiş. Hətta buna Hafizül Quran deyiblər ha. Deyiblər bu adam şeirlərə hifz imiş, tamam şairlərin, əsrinəcən olan şairlərin hamısının şeirini bilirmiş. Farsca, ərəbcə, türkcə. Və calib budur, bu adam Qur'anı hifz imiş, təfsirləri də hifz imiş. Son cümləni oxuyayım, qutarım. Cümlə deyil, qutardı. Teymurlənc Turan idealını gerçəkləşdirməmişdilərmi? Deyir ki, bunlar o vaqiyyəti gerçəkləşdirmişdilər, yəni əslində. Onu bir sual soruşar kimi. Dostlar, mənim eyni halda ki, batırımın da 4% qalır, qutarır. Onun üçün burada kəsməyə məcburam. Sağ qalın, səlamət qalın. Əlbəttə, vurum bunu bərqə ki, heç seyv eləyə bilsin. Və biz də eləyə bilək ki, bunu saxlayalıq. Çox təşəkkür edirəm dostları ki, burada var idiniz. Sizdən, bəli, Sultan Məhəmməd Fatih, bəli. Çox bunlar bəli, mən gözüm üstə hətmən gedərəm, araşdırıram. Gürkən deyirlər ki, baxın bunu siz yazın deyəsə Qurkən. Qurkən kimi yazmayın. Kürəkəndir bu, kürəkən. Bunun üçün Qurqan yazılır farsça. Bu bizim ədəbiyyatımıza da girmişdi, yox. Kürəkən deyilir. İndi niyə kürəkən olubdur? Bu da bir özünün bir hekayəsi var. Bəlkə soralarda bunu gəlirik, görərik. Xeyr, xahiş edirəm. Lütf elədiniz, yazdınız. Mənim də yadıma düşdü. Təşəkkür edirəm. Sizin yazınızı görməni